Hər vaxtınız xeyir olsun. Çoxdandır təmir videosu çəkmirəm. Xahiş elədiniz təmir videosu, buyurun. Avtomobil Mitsubishi Pajero'dur. İlini bilmirəm. Motoru deyəsən 3 motordur. Sahibi necə saxlayıbsa elə orada, açar da üstündədir və saxlayıb çıxıb gedib. Mən dedim ki, saxla orada get, baxarıq. Deməli, xırda titrəyişi var. Bir yerdə diaqnostik eləyərik. Bir yerdə baxarıq görək nə nasazlığı var. Deməli, bu avtomobillərdə çek yanmasından ötürü həmin o elementin ən azından qırılıb yerə düşməsi lazımdır ki, o çek yandırsın. Ona görə də bir balaca diaqnostikamız motor tester yönümlü olacaq. Əgər kimə maraqlı deyilsə, motor tester mövzusu ilə maraqlanmırsa, məhərkin iş prinsipi ilə maraqlanmırsa, daxiliyyanma məhərklərim ona maraqlı deyilsə, zəhmət olmasa bu videonu bağlasın, o bizə lazım deyil. O ki qaldı ki, kimlərə maraqlıdırsa, baxmağa davam eləyin, bəyənin. Bir yerdə vuruşarıq bu avtomobillə, bax görək nə məsələdir. Niyə görə? Xırda titrəməsi var. Deyir, xırda titrəyir avtomobil. İndi salacam qaraja, qalsın, soysun. Sonra davam eləyərik. Çünki Bakıdan gəlib uzaq yoldan qaynardı avtomobil. Deməli, avtomobil artıq qarajdadır. Təklif edirəm elektron diaqnostik eləyək. Və baxaq görək avtomobil bizə nə deyir. Bismillah. İnanmıram ki, nəsə desin. Amma biz öz işimizi tam görməliyik. Düzdür, xırda titrəmə var, balaca. Bu nəyin səsidir belə? Fuel economy average 13 to 100 kilometers. Okay. 13 yazacaqdır. Bunun diaqnostika arayacağımı. Deməli, diaqnostika prosesimizə davam edirik. Avtomobili diaqnostika eləmək lazımdır. Mütləq. Aziyatski avtomobil. Mitsubishi. Okay. Kim istəyirsə bu yerləri ötürə bilər, baxmaya bilər. Amma mən daha videoda hər şey göstərirəm. Baxaq görək müəyyənləşdirə biləcək. Çətin. Bu hansı avtomobildir? Bəli, müəyyənləşdirə bilməyəcək, ona görə əlimizlə seçəcəyik. Pajero Montero V6. Fərqi yoxdur. 2008-dən yuxarı 2011. Gəlin 2011 keçək. Avtomobil 4VD avtomatdır. Birinci kategoriyanı seçək. Niyə bir elədiyimi bilmirəm. Amma biləm ki, nəyisə seçmək lazımdır ki, diaqnostika olunsun. Mən istədiyim avtomobil çox yaxşı vəziyyətdədir. Maşının vəziyyəti həddindən artıq yaxşı vəziyyətdir. Maşallah, maşallah. Həmişə kimi yapan avtomobilində heç bir defekt yoxdur. Gözləyib bütün blokları görsün, oxusun. Baxaq görək nə göstərir. Əslində biz ancaq mühərrik maraqlıdır. Amma yenə də bütün avtomobili skan eləsək daha məsləhətdir, məqsəd uyğundur. ABS-in mühərriki işlədi indi bu dəqiqə, motor çıxışlayır. Bu avtomobillərdə bir balaca problem olur. Hal-hazırda vakuum saxlaya bilmir, daha doğrusu təzyiqi saxlaya bilmir. Ona görə arada bir işləyir öz-özünə. Amma ABS bloku ondan şikayət eləmir. Ona görə də bizim oyuna işimiz yoxdur. Gözləyək, diaqnostika yekunlaşsın. Uzun müddət çəkdi. 2 dəqiqəyə yaxında diaqnostika edir. Çətin oxuyur bu avtomobili. Tamam. Heç nə yoxdur. İşə salaq.
Əslində avtomobil sahibi doğru vurğuluyur. Xırda titrəyiş var avtomobildə, xırda. Cüzi, lap belə. O səviyyədə ki, yəni taxometri heç tərpətmir. Amma var. Baxarıq. Airflow sensors. Air temperature sensor. Coolant temperature sensor. Coolant temperature sensor. Engine speed sensor. Aslında engine speed lazımdır. Oxygen sensors. Injectors. Long trim. Map sensor. Oxygen sensor. Rear oxygen sensors. Aşağı. Başqa heç bir parametr onsuz deyil. Deməli, bayırdakı temperaturu 53 dərəcə görür. Garajın içində motorxana normal haldır. Havada 30 dərəcədir. Coolant temperature sensoru yaxşıdır. 86 dərəcədir. Oksigen sensoru Scanner məncə donur. Mənə elə gəlir. Çünki bu belə şeylə işləyə bilməz. Yəni belə sürətlə işləyə bilməz. Belə sürətlə işləsə maşın sönər. İşləkdir. İndi tək açaram. Deməli, müxtəlif sensorların hamısını bir yerdə açanda long trim minus 62%'dir. Belə də normaldır, yəni qeyri-normal, adekvat göstərici yoxdur, amma xırda titrəyiş var avtomobildə. Yəni biz belə eləyək. Mən bunun yenə səhv bastım. Mən bunun hamısını keçeyim. Bir dənə injektorları saxlayayım. Oksigen sensorunu saxlayayım. Əssalam. Onda baxaq görək necə olacaq. Hə, deyəsən indi daha sürətli işləyir. Bəli. İndi daha sürətli işləyir güya. Amma işləkdir. Qaz pedalının reaksiyası var. Normaldır. .3 milisaniyə hər injektor üçün yaxşıdır. Normaldır. İdeal olmasa da normaldır. Airflow sensor 3,5 gram. 3 motor üçün məncə yaxşıdır. Amma titrəyiş var. Ona görə də yəni bu diaqnostika bizə heç nə vermədiyinə görə, biz heç nə görə bilmədiyimizə görə məcbur avtomobili motor testinə salmalıyıq. Gəlin motor testlərindən yoxlayaq. Baxaq görək bu titrəyiş hansı silindirdədir. Mən elə fikirləşirəm ki, hansısa silindirin içində problem var. Onu aşkarlayaq, ondan sonra baxarıq. Birinci dərdi aşkarlamaq lazımdır, ondan sonra baxmaq lazımdır. Deməli, avtomobilə qoşulmuşam birinci silindirdən impuls çəkəcəm. O tərəfdən də valın impulsudur. Bu avtomobildə birinci silindiri yerləşir burada. Avtomobilin silindirlərin sayılması 1, 3, 5, 2, 4, 6 beləncə gedir. Amma işləmə ardıcılığı 1, 2, 3, 4, 5, 6'dır. Yəni Hyundai Santa Fe 2, 7 filan bu mühərriklər kimi. Motor testləri artıq işə hazırdır. Avtomobili işə salırıq. Babinin impulsunu görürük, dirsəkli valın impulsunu görürük. Avtomobil həqiqətən də arada bir nataraz işləyir, ara bir. Müntəzəm yox, ara bir.
Mənə elə gəlir ki, ancaq boş gedişdə nataraz işləyir. Yüklənməsində problem yoxdur. Mənə elə gəlir. Bəlkə də səhv fikirləşirəm. Belə. Deməli, silindirlərin effektivlik testi bizə nə göstərir? Hansı silindir digərlərindən daha pis işləyir? İndi ona baxacağıq. Və biz görürük ki, boş gedişdə 4-cü silindir pay vermir. Əslində mən analizin özünə inanmıram, həmişə özüm analiz edirəm, amma burada görsənir də. Yəni 4-cü silindir göy xətlə işarə olunub. Gəlin digər silindirləri yığışdırım. Bir dənə saxlayayım burada 3-ü, bir də 4-ü. Digər silindirləri yığışdırıram. Burada görsənir də, yəni 3-cü silindir diapazondadır. 4-cü silindir isə diapazondan aşağıda işləyir. Forsunka testində bu silindir özünü elə də pis göstərmir. Bilmirəm. Amma yekun nəticədə 4-cü silindir dirsəkli vala pay vermək istəmir. Bu bunun alışma testidir. Baxaq görək digər silindirlərdən fərqi nədədir. Digər silindirlərlə bərabər işləyib. Hətta onlardan yaxşı da işləyə bilir arada bir. Deyirəm də boş gedişdə problem var. 4-cü silindir dirsəkli vala pay neynəmir, vermək istəmir. Çox təəssüf. Heç nə, başlayacaq 4-cü silindir işləməyə. Deməli, Pajero'nun kollektorunu söktüm, çıxartdım. Məsləhət görürəm ki, boltları markirovkalayasınız. Mən bütün boltları markirovkalayıram. Gördüyünüz kimi markirovkalayıb sonra yerinə yığmaq asan da olsun. Hamısına, bütün boltlara markirovka qoyuram. Sonra çətin olacaq yerinə yığmaq. Ona görə çalışın markirovkalayın boltları. Belə. Həmin markirovkaları kollektorun da üstünə qoyuram. Məsələn, belə, belə, belə. İndi burada bir dənə məsələ var. Məndən qabaq kim söküb yığıbsa sağ olsun. Germetikası çox olub. Hər yeri belə germetikalayıb, prokladka qalıb orada. Bir də bu boltu bağlamayıblar. Reklam boltudur yəqin ki. Açıblar, bağlamayıblar. Yəqin bağlamaq çətindir. Heç nə, sökək baxaq görək nə göstərir. Davam edirik. Deməli, bu tərəfin alışdırma şamlarını və bobinlərini çıxartdım. Gördüyünüz kimi nömrələmişəm. Alışdırma şamları da bu vəziyyətdədir. Deyərdim ki, yəni yaxşı işləyiblər, amma ömürlərini bitiriblər də. Pis işləməyiblər. Ən pis vəziyyətdə olan 4-cü silindirdədir. Amma mən sizə deyim, yəni elektrodu filan belə də, nə bilim, 10 atmosferdə bu necə işləyir, onu deyə bilmərəm. 6-cı silindir klapan sanikləri buraxır. Klapan sanik, yox. Bobinlər bu vəziyyətdədir, gördüyünüz kimi də. Görürsünüz. Bilmirəm, borta verir yoxsa yox. Çalışacağım ki, bunları nömrə ilə bu tərəfə qoyum. Yəni bu tərəfə qoyum. Yerlərini dəyişəcəm ki, birdən nasazlıq yerində qalar. Belə. Hələ davam edirik. Forsunkaları da çıxacağım. İndi kompresiyasını ölçmək istəyirəm. Deməli, 4-cü silindirin kompresiyasını ölçürəm. Gördüyünüz kimi 10 yarım, demək olar ki 11. 10 yarım. Bəsimizdir. Demək ki, o silindirdə dəmirdən problemimiz yoxdur. Hələ ki. Vəssalam. Rahat işləyə bilərik. Davam edirik. Deməli, digərlərini ölçməyə ehtiyac yoxdur. Ölçmürəm. Bir dənə o silindir lazım idi mənə əsas. Davam edirik. 1-ci silindiri, 3-cü silindirin, 5-ci silindirində bobinlərini çıxartdım. Onlar da gördüyünüz kimi bu vəziyyətdədir. Alışdırma şamları gördüyünüz kimi bu vəziyyətdədir. Bu başqa biabırçı vəziyyətdədir. Bu silindirin klapan salniki, bu silindirin klapan salniki, bu da
buraxır. Baxmışam, prokladka buraxmır. Yəni hər şey qaydasındadır prokladka mövzusu ilə. Belə. O birisi silindrləri qoymuşam ora. Yəni təzə alışdırma şamları bağlayacağıq. Davam eləyirik. Deməli, avtomobil üçün yeni kollektor kipkəcə alınıb. Onu dəyişəcəyik, o bərbad vəziyyətdədir. Yeni şam bu cür görünür. Mitsubishi Motors. Gördüyünüz kimi, yəni yeni ilə köhnənin arasındakı fərqi görürsünüz. Belə, quraşdıracağıq avtomobilin üzərinə. Necə deyərlər, Allah səbəb salsın. Deməli, 3 silindr alışdırma şamlarını quraşdırdım. Qaldı bu 3 silindr. 25 Newtondan sıxıram. Yeni alışdırma şamlarını. Bilmirəm məndən öncə necə sıxıblar, amma mən 25 Newtondan sıxıram. Növbətində quraşdırandan sonra keçəcək farsonkalara inşallah. Deməli, benzin rampasını çıxartdım. Farsonkalar artıq stolun üstündədir. Bu sol tərəfdir, yəni sürücü tərəf 4-cü silindr budur. Bu da sərnişin tərəfdir. İndi stendə hazırlayıb qoyacağım farsonkaları stendə, baxaq görək nə göstərir. Birdən soruşarsınız ki, bu nəyə görə sökdüm? Çünki buradan əlim çatmır, çıxıb girmişdim bunun içinə. İndi məsələ nədən ibarətdir? Təhlükəsizlikdən danışmaq istəyirəm. Avtomobillə işləyərkən maksimum təhlükəsizliyə riayət eləmək lazımdır. Həm avtomobili nasaz eləməməkdən ötürü, həm də öz cisminizi zədələməməkdən ötürü. Belə ki, mən hal-hazırda 4-cü silindrin kompresiyasını ölçməkdən ötürü starterlə mühərriki fırladırdım. Onda yadımdan çıxmışdı, bu əski qalmışdı burada, beləncə benzini silməkdən ötürü. Və belə bir hadisə baş verib, gördünüz. Remen şikifdən atıb, girmişdi remenin arasına. Yəni mən çox vurmadım, 3 dəfə porşen getdi gəldi və mənim üçün bəs elədi. Amma yəni siz çox vursanız, remeni də qırarsınız, avtomobili də zədələyərsiniz. Hələ özünüzü də zədələyə bilərsiniz, nəsə olsa. Ona görə də diqqətli olun. Elə yaxşı ki, bu remen də çıxdı, bu remenin də vəziyyətinə diqqətlə baxarıq. Yox, yaxşı vəziyyətdədir. Yəni bu şeylərdə diqqətli olun. Mən öz səhvlərimi sizə deyirəm ki, siz mənim səhvlərimdən nəticə çıxardasınız. Davam eləyirik. Farsonkalar stenddə. Deməli, farsonkalar stenddədir. Nömrələmişəm. Bu 1-ci silindrin farsonkasıdır. Bu da 6-cı silindr. Bu 4-dür. Deməli, birinci dinamik işini yoxlayacağım. Daha doğrusu statik işini yoxlayacağım, sonra dinamik işini yoxlayacağım. Əgər bilmək istəyirsiniz ki, farsonkanın dinamik işi nədir, statik işi nədir, hansı performansda necə yoxlanılır, bu barədə addelin video çəkərəm, ayrıca bir video çəkərəm. Zəhmət olmasa kommentlərdə yazarsınız. Kimlər kanala abunə olmayıbsa, onlar kanala abunə olsunlar, növbəti videoları görməkdən ötürü. Hal-hazırda farsonkaların yük vəziyyətində klapanların saxlamasını yoxlayıram. Görüm iynələri, benzini saxlayırmı. Ondan sonra digər rejimlərdə yoxlayıb tam verdikt qoyacağım. Farsonkalarda bir problem görmürəm, amma davam edirik. Deməli, farsonkaları biraz stenddə yordum. Elə də yəni ciddi fərq yoxdur bunların arasında. Ümumiyyətlə fərq yoxdur demək olar ki. Nəinki ciddi. Bir balaca ikinci silindrin farsonkası o birisilərdən çox privat eləyir. Və salam, qalanlar şey. Əsas mənə 4-cü silindr idi. O da səliqəlidir, hər şey qaydasındadır. Və salam, farsonkalarla problemimiz yoxdur, yığırıq yerinə. Amma yerlərini dəyişik qoyacağım. Davam edək. Deməli, farsonkalar üçün təzə salniklər, aşağının, bir də yuxarının. Kollektorun köhnə kipgəcini çıxartdım, yerini tərtəmiz təmizlədim, farsonkaların yuvalarını tərtəmiz təmizlədim. Köhnə kipgəc gördüyünüz kimidir, germetiklə doludur. Bunu tullayacaq, təzəsini quraşdıracaq. Və geri şəkildə yığırıq avtomobili. Yəni, avtomobildə heç bir dəyişiklik olmadı. 4-cü silindr necə işləmirdi, elə də işləmir. Orada nə artıq alışdırma şamı özünündür, nə bobin, nə farsonka. Mexanikasında da kompresiyası var. Burada artıq klapan problemi qalır. Bir də fazaların açılıb yanmaması. 6-cı silindirdə eyni blokda olduğuna görə baxacağıq. Burada arada bir beləncə kəskin düşüb qalxmalar var. 4-cü silindirdə. Mişarvari hərəkətlər var.
Farsunkasında problem yoxdur. Yəni, ola bilər ki, xarab babin düşüb ora, amma xarab babin də yox idi axı bizdə. Bizim xarab babin 3-cü silindrdə o da işləyir. Yəni, belə də işləyir. Babinlərin vəziyyəti yaxşı deyildi. Amma 4-cü silindr belə bir dənə belə patlar verir də, belə düşür, qalxır. Ona görə xalasda xodda işləyə bilmir 4-cü silindr burada. İndi baxacaq görək nə edirik. Fazaları çəkmək istəyirəm. Avtomobilin fazalarını da yoxladım. Fazalarında da problem yoxdur. Dedim birdən də, düz deyək, kəmərdən də mərik. Amma yenə də dedim birdən də ora-bura qaça bilər, amma fazalar düppədüz yerindədir. Düppədüz. Yəni zavod parametrinə əsasən. Bu qaz paylayıcı valdır, bu da dirsəkli val. Düppədüz yerindədir. Burada artıq bir dənə qalır 4-cü silindrin içindəki. Aha, işıqlarımız söndü. İşıqlarımız söndü, üzrü sayın, amma biz artıq yekunlaşdırırıq. Mühərrikçi bunun klapanlarına baxsa və yaxud da ki, qaz paylayıcı valın nə bilim, dirsəyinə və yaxud da ki, gidrokompensatorlarda ola bilər problem. Çünki ancaq boş gedişdə avtomobil işləmir. Yəni, yük rejimdə, yüklü vəziyyətdə işləyir. Vəssalam, yəni mühərrikçiyə gedəcək avtomobil o xırda titrəməsinə görə. Mən o dərdi müəyyənləşdirməli idim. Yəni, problem 4-cü silindrdədir, amma nə 4-cü silindrin svesiyasındadır, nə 4-cü silindrin babinindədir, nə də 4-cü silindrin farsunkasındadır. Yəni, problem mexanikadadır, ona görə də mühərrikçiyə getməlidir avtomobil. Belə də olur. Bax, belə. Yolda qalmayın.